Paytaxtda marşrut avtobuslarının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, Nizami rayonu Qaraqarayev prospektində 2 avtobus və 2002 avtomobili bir-biri ilə toqquşub və nəticədə zəncirvarı qəza baş verib. Belə ki, 1 və 12 saylı müntəzəm xətlər üzrə hərəkət edən avtobuslara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Ağdamın Bənövşələr qəsəbəsində 2 avtomobilin toqquşması nəticəsində ər-arvad xəsarət alıb. Məlumata görə Toyota markalı avtomobil VAZ 2107 ilə toqquşub. Nəticədə VAZ-ın sürücüsü və həyat yoldaşı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəzada xəsarət alanların kimliyi məlum olub. Məlumata görə VAZ 2107-nin sürücüsü rayonun Sarıcalı kənd sakini 52 yaşlı Talih Camaloğlu Mehdiyev və onun həyat yoldaşı 42 yaşlı Aliyə Cəmil qızı Mehdiyevadır. Faktla bağlı araşdırma aparılır. Ağdaşın Maşad kəndində isə idarəetmədən çıxan avtomobil hasara çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb. Belə ki, rayon sakini Yusif Məmmədov idarə etdiyi VAZ 21015 markalı avtomobil hərəkətdə olarkən qəfl idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarında hasara çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.